Salam dostlar, hər vaxtınız xeyir. Bugün çox qısa bir epizod, bir düşüncə, bir yanaşma, bir bəlkə də fəlsəfə belə deyək, paylaşmaq istəyirəm. O da budur ki, biz bir şeyə, yeni bir layihəyə, yeni bir proyektə, yeni bir kursa, yeni bir təhsil proqramına, yeni bir biznesə başlayanda həmişə başlanğıc çox motivasiyalı olur, çox həvəsli olur. Başlamamızın səbəbi də zaten o həvəs, o motivasiyadır, o həyəcandır. Amma bir müddət keçdikdən sonra o həyəcan da, o həvəs də keçib gedir və həm həyəcan keçib gedir, həm də iş çətinləşməyə başlayır. İş, yəni ki, başladıqdan sonra vaxt keçdikcə o üzərində işlədiyimiz iş çətinləşir və bizdəki olan həyəcan da düşməyə başlayır, motivasiya da düşməyə başlayır. Bir də başqa bir şey əvvəldə var, sonra azalır. O da o yeniliyin bizə verdiyi əlavə enerji. Və o yeniliyin daha doğrusu səbəb olduğu enerji biz o işlə, o bizneslə, hər nəysə məşğul olduğumuz üçün, başladığımız üçün hər gün keçdikcə azalmağa başlayır. Çünki artıq o bizim üçün yeni deyil. Və yəni bir növ hər şey bizim əksimizə işləyir və bir müddət keçdikdən sonra biz düşünürük ki, bu çox çətindir, mən çətin hansısa bir şeyin üzərində işləyirəm. Misal üçün, hansısa bir insan, bir bəy, bir xanım uğurlu oldu. Nəyə görə? Ona görə ki, onun üzərində işlədiyi layihə, proyekt, onun olduğu sahə mənimkindən daha asandır. Bəzi hallarda bir doğru ola bilər, amma əksər hallarda elə deyil. Yəni, həmişə kənardan baxanda biz bir insanın uğurlu olmaq üçün və yaxud da ki, uğurlu olana qədər nələrdən keçdiyini, nələrin öhdəsindən gəldiyini, nə qədər çətinliklər yaşadığını bilmirik və sadəcə nəticəni görürük, sadəcə uğuru görürük. O uğuru əldə etmək üçün o insanın verdiyi fədakarlıqları, etdiyi fədakarlıqları, yaşadığı bütün o mənfi, nə hiss, duyğular varsa, ağrılar varsa, acılar varsa, onların heç birini görə bilmirik. Və ona görə də bizə asan gəlir. Bunun üçün də biz əgər davamlı olaraq belə düşünsək və hər dəfə çətinliklə üzləşikdə dəyişsək üzərində işlədiyimiz şeyi, heç bir işi, heç bir layihəni sona çatdıra bilməyəcək, bitirə bilməyəcək. Davamlı olaraq həmişə nəyisə başlayacaq, yarımçıq saxlayıb, ondan sonra başqa bir şeye keçəcək. Bizim başladığımız işdə uğurlu olmamamızın səbəbi o işin digər insanların üzərində işlədiyi işlərdən, layihələrdən, digər insanların olduğu sahədən daha çətin olmasından daha çox bizim kifayət qədər uzun müddət onunla məşğul olmamamızdır. Bunu əgər dəyişdirməsək, mən özüm də bunun dəfələrlə qurban olmuşam, dəfələrlə bu səhv etmişəm. Biz onu əgər dəyişdirməsək nə olur? Davamlı yenilərə başlayırıq, davamlı həyəcanlı başlanğıclar olur, amma son həmişə məyus edici olur. Yəni, o qürur verici sonu biz yaşaya bilmirik, hiss edə bilmirik, təcrübə edə bilmirik onu. Bunun qarşısını almaq üçün nə etmək olar? Bunun qarşısını almaq üçün edəcəyimiz ən kəsdirmə, ən effektli metod odur ki, bir iş, üzərində işlədiyimiz hər hansı bir şey, bir iş, bir layihə, bir biznes, fərqi yoxdur. Çətinləşdiyində, düşündüyümüzdən daha çətin olanda daima özümüzə xatırlatmalıyıq ki, bu normaldır, yəni bu belə olmalıydı və oldu. Digər insanlar bizdən asan deyil, digər insanlar üçün həyat, iş, münasibətlər bizdən asan deyil. Onlara da bizim qədər çətindir. Aradakı fərq odur ki, onlar o çətinliyə rağmen davam etdilər. Yəni, o çətinliyi normal olaraq qəbul edirlər. Biz də çətinliyi normal olaraq qəbul etməliyik. Əgər bunu normal olaraq qəbul eləməsək, o zaman davamlı olaraq həyəcanlı başlanğıclar, amma məyus sonluqlarla həyatımızı davam etdirəcək və heç bir baxıb fəxr edəcəyimiz, qürurlanacağımız bir layihəmiz, bir əsərimiz, bir işimiz də olmayacaqdır. Çətinlik normaldır, yəni bundan sonra yanaşmamız o olsa ki, əgər çətinlik normaldır, problem normaldır, əksikliklər normaldır və belə də olmalıydı. Yəni ki, bu sürpriz olmamalıdır bizim üçün. Əgər çətinliyi, problemi, mürəkkəbliyi sürpriz kimi deyil də normal
gözlədiyimiz bir şey kimi qəbul etsək, o zaman qətiyyətimizlə, disiplinimizlə əldə etdiyimiz nəticələr də çox ciddi ortada dəyişmiş olacaqdır.